Naxçıvan Dövlət Universiteti birinci növbədə yeni ixtisaslar yaradıb. Hansı ki, bunlar zaman dövrün ixtisaslarıdır. Biz son 5 ildə Naxçıvan Dövlət Universitetində 27 bakalavriatda ixtisasların yaranmasına nail ola bilmişik. Bunlar hansıdır? İnformasiya təhlükəsizliyi, tədrisi ingilis dilində olan ixtisaslardır. Proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, kompüter mühəndisliyi ingilis və Azərbaycan dillərində, kompüter mühəndisliyi ingilis və Azərbaycan dillərində olan eyni zamanda ikili diplom proqramımız, tibb ixtisası ingilis dilində. Biz dilləri də universitetdə şaxələndirmişdik Nicat müəllim. Onu deyim ki, bu dil də gələcəkdəki bacarıqlar sırasında öz yerini tutur. Çünki hər ixtisasın özünə məxsus spesifik bir dil bacarığı tələbi var. Məsələn, bu il biz İncəsənət Fakültəsində, yəni konservatoriyamızda İtalyan dilinin tədrisinə başlamışıq. Bilirsiniz ki, konservatoriya ixtisasları daha çox tələb edir İtalyan dilinin daha çox öyrənilməsini. Ona görə biz tələbələrə seçmə yolundan İtalyan dilində tədrisini onlara biz təklif eləmişik. Eyni zamanda qeyd elədim bayaq ki, Çin dili ixtisası açılıb. Bugün Çin dili tərcümə ixtisasıdır. Amma gələcək ildə biz düşünürük ki, kompüter mühəndisliyi ixtisasındakı qruplarımızın birində xarici dil kimi Çin dilini biz orada verək. Çünki tələbələrimiz həm Çin universitetləri ilə mübadilədə daha rahat olsunlar, həm də bu dünyanın böyük əhalisinin danışdığı bu dilin imkanlarını görsünlər. Və ixtisasın dilini öyrənə bilsinlər. Bəli, bəli. Tibb bazısı işə açılıb son dövrlərdə Naxçıvan Dövlət Universitetində. Bu da bilirsiniz ki, çox önəmli bir məsələdir. Düzdür, Naxçıvan Dövlət Universitetinin nəzdində tibb kolleci də fəaliyyət göstərir. Bu orta ixtisas təhsili verir, subakalavra təhsili alır. Amma biz istədik ki, və dünya bunu tələb edir ki, artıq müasir xəstəxanada tibb bacıları daha çox ali təhsilli tibb bazıları kimi təqdim olunur və daha çox buna ehtiyac var. Tibb sahəsinin ən ağır yerlərində tibb bazıları ali təhsil tələb olunur. Düzün deyim, biz bu ixtisası yeni açanda müəyyən tərəddüdlərimiz də var idi ki, məsələn, tibb bacısı için görəsən kim bu qədər zaman itirib tibb bacısı işinə gələ bilər. Amma mən sizə deyim ki, bugün tibb bacısı işinə də bizim qəbul keçid balımız tibb ixtisasına yaxındır və 600 baldan yuxarı tələbələr bu ixtisasda təhsillərini davam edir. Dizayn ixtisası açılıb, kimya mühəndisliyi ixtisası açılıbdır və sabah tibb qrupları Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərir. Ölkə üzrə ilk sabah qrupları Naxçıvan Dövlət Universitetində açılıb və həm ingilis, həm Azərbaycan dilində tibb ixtisasında seçilmiş tələbələr növbəti tədris ilindən məhz sabah qruplarında həm tələbə, həm seçilmiş müəllimlərin burada dərsləri davam elətdirilir. Və bizim burada son 5 ildə eyni zamanda magistratura üzrə biz geniş ixtisaslar açmışıq Naxçıvan Dövlət Universitetində. Bu ixtisaslar təxminən 35-ə yaxın ixtisasdır və zamanın tələbinə uyğun olan yeni ixtisaslardır ki, Naxçıvan Dövlət Universitetində bu ixtisaslar açılıb. Bayaq qeyd elədiyiniz bizim Naxçıvan Dövlət Universitetində tələbələrimizin seçim fürsəti üçün bu ilki gözləntilər nədən ibarətdir və yeniliklər nədən ibarətdir? Mən istəyirəm qısaca bunları da sizin diqqətinizə çatdıram. Bəzilərini artıq dedim, bir neçəsinə diqqətinizə çatdırmaq istəyirəm ki, əziz abituriyentlər və valideynlər, o cümlədən ictimaiyyətimiz Naxçıvan Dövlət Universitetinin bu yeniliklərindən məlumatlı olsunlar. Birincisi, Naxçıvan Dövlət Universitetində öz tələbə sayını, tələbə kontingentini genişləndirməsi. Bunun üçün bizim çox geniş maddi-texniki imkanlarımız var, kampusumuz var, universitetin infrastrukturu imkan verir ki, gələcəkdə biz bölgədə daha geniş kontingentdə tələbə sayını artıra bilək. Düzdür, hazırda 12.000 nəfərik. Xatırladım ki, 2020-21-ci ildə Naxçıvan Dövlət Universiteti tələbə kontingenti 6.000 nəfərə yaxın olubdur. Hazırda 12.000 2 dəfə, yəni 100% tələbə kontingenti artıb. Amma 2030-cu ilə qədər biz bu rəqəmi 20.000-ə çatdırmaq istəyirik. Təbii keyfiyyətli. Ən təqdirə layiq hal nədən ibarətdir, Nicat müəllim? Qəbul planının bu qədər genişlənməsinə baxmayaraq, yəni biz artıq bu il 2256 yer vermişik bakalavriatda, 355 yer vermişik magistraturada. Bu qədər qəbul planı yeri artırmamıza baxmayaraq, Naxçıvan Dövlət Universitetinin tələbə qəbul prosesində orta balı 410 olub keçən il. Baxmayaraq ki, burada keçid balı 150 olan, 200 olan ixtisaslar da var, 250 ixtisas var. Bakalavrda 90 ixtisasımız var. Bunun içərisində bir neçəsi 150 keçid balı olan, 200 keçid balı olan ixtisaslardır. Buna baxmayaraq bizim universitetimizə 150 keçid balı olmasına baxmayaraq 250 baldan aşağı biz qəbul aparmamışıq bu günə qədər və orta balımız 410 baldır. Bu çox böyük bir rəqəmdir. Və ingilis dili ixtisaslarının sayı artdı. Bu il biz bu rəqəmi 10-a çatdırmışıq, ingilis dili ixtisaslarının sayını. Mən sevinirəm ki, ötən ildən başlayaraq Naxçıvan Dövlət Universitetinə yüksək
yüksək balla müraciət edən tələbələrin arasında pedaqoji ixtisasları seçənlər də var. Keçən il bizim riyaziyyat müəllimliyi ixtisasına 2 nəfər, ondan qabaqki ildə 2 nəfər 650 üzəri balla məhz müəllimlik ixtisasına gəliblər. Və bu, az öncə verilişimizin başında da mən dediyim kimi, tələbənin özünü tanınması nəticəsində mümkün olub. Tələbə özünü tanıyıb, valideyn onun qərarına hörmət eləyib və ona dəstək olub. O, öz sevdiyi, halbuki bilirsiniz ki, 652 bal toplayan birinci ixtisas qrupundakı tələbə, birinci ixtisas qrupunda ən yüksək prestijli ixtisasları seçə bilərdi. Amma o riyaziyyat müəllimliyi seçib. Hansı ki, o ixtisaslar bizim universitetdə var, ölkəmizin başqa universitetlərində də var. Orada təhsilini davam elətdirir. Yəni, yüksək ballılar şaxələndirilibdir. Bugün həm bizdə Naxçıvan Dövlət Universitetində tibb fakültəsində, əczaçılıqda, stomatologiyada, hüquq fakültəsində, iqtisadiyyatda, təbiətşünaslığı fakültəsində, dediyim kimi pedaqoji fakültəmizdə 600-700 intervalında tələbələrin görünməsi bu bizi sevindirir. Çünki tələbələrimiz öz ixtisas seçimlərində qərarlı olduqlarını göstərirlər. Və bizim 26-27-ci tədris ilində 12 yeni ixtisas açılıb. Universitetimizin yeni xəbərlərindən biri ondan ibarətdir ki, Naxçıvan Dövlət Universitetinin indi hazırda bilirsiniz 500 yerlik yataqxanası var, tələbə yataqxanası, tələbə evi var. Biz növbəti tədris ilindən artıq daha 1000 yerlik növbəti tələbə evlərinin tikilməsini qarşıya məqsəd qoymuşuq. Bu istiqamətdə işlər aparılır. Sevindirici xəbər abituriyentlərimiz və xüsusilə tibb fakültəsini seçən tələbələrimiz üçün bundan ibarətdir ki, Naxçıvan Dövlət Universitetində növbəti tədris ilindən etibarən bilirsiniz, universitetimizin kampusda xəstəxanası var, amma biz dövlət proqramı çərçivəsində daha yeni, modern, daha geniş imkanları olan yeni bir xəstəxana Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayacaq növbəti tədris ilindən etibarən.